bayram ərəfəsi olması qayda pozan sürücülərin cəzasını yüngülləşdirmir. Qubada yeni il qabağı Baş Dövlət Yol Polisi İdarəsi qayda pozan sürücüləri müəyyən edib. Bölgə müxbirimiz Aytəkin Alxaslının süjetini təqdim edirəm. Bugün Qubada nizam-intizamsız sürücülər üçün yaşıl işıq yanmadı. Onlardan bəziləri yolda kobud idarə ediciliyinin pis qiymətini aldı. Baş Dövlət Yol Polisi İdarəsi Quba Polis Şöbəsinin yol polisi və post patrol xidmət əməkdaşları ilə Quba şəhərinin bir neçə hissəsində reyd keçirdi. Yol polislərinin yoxlamaları heç də bütün sürücülərin ürəyincə olmurdu. Çəkilişi və yol polislərini görüb aradan çıxmaq istəyən bu Mercedesin sürücüsü kimi. Reydin münasibətiniz? Lap ağladır, lap yaxşıdır. Polislərə tabi olmayan, sərxoş olduğu deyilən sürücü inzibati tədbir görülməsi üçün polis şöbəsinə aparıldı. Reyddə əksər sürücülər polisin əmrinə tabi olsalar da sayğısızlıq göstərənlər də vardı. Reydi görüb qaçan sürücülər də diqqətimizdən yayınmadı. Bəzi sürücülər isə polisin bu əməliyyatını təqdirə layiq sayır. Bəli, yeri gəlində çəkinməlidirlər. Nə qədər çəkinsələr, biraz özlərini yığışdırarlar. Reyd zamanı avtomobilin konstruksiyalarını dəyişən, şüşəsinə qadağan olmuş pərdə vuran sürücülər də inzibati şəkildə cəzalandırıldı. Baş Dövlət Yol Polisi İdarəsi bundan əvvəlsə Ağdaş Yevlax bölgəsində reyd keçirib. Tədbirlərin keçirilməsində əsas məqsəd odur ki, yol nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb olan qayda pozuntularına yol vermiş sürücüləri aşkar edib məsuliyyətə cəlb eləmək. Yol polislərinin növbəti reydləri isə sabah Xaçmazda keçiriləcək.